Fıtı 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 fıtı. Fıtı 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 fıtı. Elmədi mənim salam. Salam. Siz Avtosfer Az saytının həm təsisçisiniz, həm də baş redaktorusunuz. Avtosfer Az saytı nə qədər vaxtdır fəaliyyətdədir? Əvvəlcə bunu deyin və fəaliyyətə necə başlayıb? Daha sonra növbəti suallarımı səsləndirin. Deməli, Avtosfer Az saytı 2014-cü ildə aprel ayının 11-də artıq hazır idi, amma tam olaraq 24 aprel tarixində fəaliyyətə başladıq. Ondan öncə 2013-cü ildə mən onlayn televiziyaların birində bir yol hərəkəti qaydaları ilə bağlı veriliş aparırdım və dəyərli dostumuz hüquqşünas Ərşad Hüseynovla birlikdə idik və o zaman görürdük ki, əslində bu sahədə bir boşluq var və mən də artıq bu sayt yaratmaq barədə bir beynimdə bir götür-qoy edirdim nəsə ki, sırf yol hərəkəti qaydaları ilə bağlı ixtisaslaşmış bir sayt olsun. Və mən ümumiyyətlə həmişə nəsə bir iş görəndə mütləq onu belə də yaxın bildiyim adamlarla bir müzakirə edirəm. Yəni demirəm belə bir şey, sadəcə bir söhbət atıram ki, belə bir şey görürsən necə olar da, yəni həqiqətən buna ehtiyac var. Başqa dostlarla da bunu müzakirə edəndən sonra belə qərara gəldim ki, bu saytı yaradaq. Müxtəlif adlar fikirləşirdik və bu ad üzərində dayandıq. Mənim fikrim oldu ki, Avtosfer Az saytı yaradaq və bunu sadəcə maddi imkanlarımız zəif olduğuna görə özümüz yarada bilmirdik. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası var idi. İndi agentlik kimi fəaliyyət göstərir. Şuraya bir layihə yazdıq və Şura tərəfindən bu müsbət qarşılandı. Layihə çərçivəsində biz bu saytı yaratdıq. Əslində, yəni layihəyə görə bu sayt 3 ay fəaliyyət göstərməli idi. Amma artıq 11 ildir biz onu yaşadırıq. Mən agentliyə də, Şuraya da çox təşəkkür edirəm ki, bir neçə dəfə ard-arda layihələrdə biz bu saytın yenilənməsi, qorunub saxlanması üçün dəstək almışıq və sonradan da Media İnkişaf Agentliyi, eləcə də reklam imkanlarımızı genişləndirməklə həm agentliyin dəstəyi, həm reklam bazarında müəyyən bir özümüzə yer tuta bilməyimiz sayəsində ayaqda qalmışıq və inkişaf edirik. Bugün əsas hədəfimiz multimedia sisteminə daha çox üstünlük verməkdir. Yeni studiyamızı artıq görürsünüz, siftəsini özümüz elədik. Çox yaxşı haldır ki, biz ictimai qınağı, bu sahədə ictimai qınağı genişləndirə bildik. Bugün bizə nə qədər, yəni siz özünüz də izləyirsiniz, əməkdaşlar izləyir ki, nə qədər vətəndaşlar tərəfindən materiallar göndərilir. Gün ərzində deyək ki, bir 15 video material yayırıqsa, onun 10'unu vətəndaş göndərir. Başqa sosial şəbəkələrdən, Facebookda, Instagramda, TikTokda Nərmin sağ olsun, gecə-gündüz TikTokda, yəni postdadır. Səfərsən özün, Eltac var, Fidan da artıq bizə qoşulub. Digər bizimlə əməkdaşlıq edən yoldaşlar var ki, indi gün ərzində vaxt olanda gəlirlər və yaxud da kənardan işləyirlər. Ümumilikdə hal-hazırda Avtosfer komandası 11 nəfərdən ibarətdir. Texniki işçilər var, sonra gecə növbəsi var, mühasibatlıq, nə bilim, tərcümə xidməti, sonra sosial şəbəkələr üzrə bir xanım əməkdaş, həm də Eltac bu sahədə uzmanlıq nümayiş etdirir, sağ olsun. Mən hazırda bizlə əməkdaşlıq edən sizlərə təşəkkürümü bildirirəm. Eyni zamanda bu dövrə qədər bizlə əməkdaşlıq edib, Avtosferdə bir iz qoyan bütün həmkarlara təşəkkür edirəm ki, ən azından yollarını bizdən salıblar. Bizim necə ki, şuarımızda bu var, yolunuzu bizdən salın. Ümumilikdə bu sahə maraqlı bir sahədir. Həm də təhlükəlidir. Çünki bir də görürsünüz, elə bir adamın videosu yayılır ki, biz biləndə ki, o kimdir, əl-ayağımız əsir. Ancaq neyəyək? Yəni, ictimai qınaq lazımdır. Avtosfer Azda rəhbərlik etdiyiniz ilk gündən bu yana başınıza gəlmiş və yaxud ofisdə baş vermiş ən maraqlı, ən gülməli hadisə nə olub? A few moments later.
ən maraqlı və ən gülməli hadisə 2 hours later. çox olub ofisdə. Bir dəfə bir əməkdaş var idi. 3 ay bizdə işlədi. Və bir gün mən ondan soruşdum ki, bax bu gün nə iş görmüsən? Əslində bilirdim ki, son vaxtlar ancaq onu bunu buyurur da, işdə uşaqları buyurur, ona yazı yazdırır, ona video düzəltdirir. Gəldim ki, bax saat 3-dür. Bu gün nə iş görmüsən? Dedi ki, bir əməkdaşın birinin adını çəkdi, dedi, ona foto düzəltmişəm. Soruşdum ki, sənə foto düzəldir? Dedi ki, yox. Dedim, yazı yazmısan? Dedi, yox. Dedim, niyə yazmamısın? Dedi, mən yazı yaza bilmirəm ki, mən ancaq montaj edə bilirəm, çəkə bilirəm, nə bilim, zəng eləyib açıqlama ala bilirəm, amma yaza bilmirəm. Dedim, yaxşı, onda sabahdan daha gəlmə. Yəni, özüm də təəssüfləndim ki, 3 ay bunu mən necə bilməmişəm. İndi belə hallar olubdur. Məsəl üçün, saytda material gedib qayda pozuntusu ilə bağlı. Məlum olub ki, ən yaxın dostlarım. İndi zəng eləyir, məsəl üçün ki, sən mənim videomu yaymısan. Yaymışıq. Məndən icazə almısan. Məsələn, adam tutaq ki, sarışən işıq qoyub maşının üstünə, çəkib özünü qoyub sosial şəbəkədə hər yerdə yayılıb. İndi zəng vurur ki, məndən icazəsiz niyə yaymısan mənim görüntümə? Deyirəm ki, əzizim, sən filan rayondasan, mən də Bakıdayım. Bizim əməkdaşların da elə bir axotu yoxdur, əhvalı yoxdur ki, düşüb səni, məsəl üçün, Cəlilabad rayonunda izləsin, çəksin. Özün özü çəkib paylaşmışsan da. Yəni, sənə lazım idi bu problem. Mənim o məşhur raid videom var, Ağsaqqalla bir diyalogumuz var. Düşüb tarixə də, yəni hamı səsimdən tanıyır, göndərir. Ağsaqqal Cəbrayıl rayonundan idi, mənim yadıma gəlir. Çox da içmişdi, özü də sprinter sürürdü. Raid vaxtı idi, biz yaxınlaşdım ki, Ağsaqqal, sizi niyə bura gətiriblər? Gördüm, söz tapa bilmir, kəkəliyir biraz. Dedim ki, içkili vəziyyətdə maşın sürmürsünüz. Dedi, içkili vəziyyətdə tank sürməmişəm ki, maşın sürmüşəm. Bütün sahələrdən danışmışdı və axırda da baxdı, gördü ki, maşın əlindən alınır. Sərxoşluq müayinəsindən keçdi. Dedi, daha nə edəcəm? Dedim, heç nə, səhər yəqin ki, bir 15 sutka həbs verəcəklər sənə. Bilmədim, Nizami metrosuna tərəf qaçdı, çıxdı, getdi. Sonrası nə oldu? Son olaraq Avtosferazın işçiləri üçün, eləcə də saytın özü üçün nə arzu edirsiniz? Siz mənim ad gündə bir tort hazırlamışdınız, üstünə də yazmışdınız ki, Ruçnoyu burax. Mənim arzum odur ki, hamınız Ruçnoyu buraxasınız. Yəni, Nərminlə başlayaq birinci. Nərminə arzu edirəm ki, işə tez gəlməyi öyrənsin. Eltacdan xeyli razıyam, sadəcə onda da arada Ruçno ilişir. O gün bir səhv eləmişdi, amma axıra qədər mənlə dirəkli. Axırda fikir etdim ki, birinci gün söhbət edərik, onda da xəstələndim deyə hələ baş qoşmamışım. Sənlə bağlı, sən özün Səfər, çox arada Ruçnoyu çox pis buraxırsan. Buraxırsan, amma çox pis buraxırsan. Ona görə Mirzə Səfərdir. Yəni, Mirzə Səfər ləqəbini sənə ona görə vermişik ki, təmkinli, o Mirzə Səfərin üstünə o boyda qışqırır, o epizodda baxmışsınız da kino. Mirzə Səfər heç tövrün pozmur da, yəni, deyir, kimin qohumusun, deyir, Həsən ağan, deyir, gəl mən boynuma. Sən də təxminən onun kimidir. Yəni, biraz da məsuliyyətini artırsan, səndən mən razıyam, həqiqətən. Artıq yavaş-yavaş nəzarəti gücləndirirsən, baxırsan, əvvəlki dövrə nisbətən daha az qışqırır, amma da təknik hallarda olur. Ümid edirəm ki, axşamlar da boş vaxtın olanda, çay içəndə, kofe içəndə o qrupa bir baxasan ki, WhatsApp-da nə söhbətlər gedir, sən də ona nəzarət edəsən. Könülə 3 ay vaxt vermişik, axırıncı aydır. Ümid edirik ki, yazı yazmağı artıq tam qavrayacaq. Çünki mən həqiqətən könüllü çox istəyirəm. Niyə çox istəyirəm? Çünki baxıram ki, nəsə eləməyə çalışır, amma biraz da məsuliyyəti yüklənmək istəmir. Namiqdir, gecə işləyir, üzünü görə bilmirik. Bu qardır, sağ olsun. Yəni, nə deyirik, sağ olsun, yazır, verir. Tərcümələri ilə, araşdırmaları ilə. Tərcüməçi xanım da, sosial şəbəkədə yayıma kömək edən xanım da, mühasib xanım da, sağ olsunlar, yaxşıdır. Texniki dəstəyə görə Cavanşir sağ olsun, həmişə bizə öz imkanları çərçivəsində operativ dəstək göstərir. Cavanşir bu işin peşəkarıdır, artıq dərs deyir, tələbələr yetişdirir. Təbrizdəki heç nədə bizə ancaq elə göstəriş verir. Görünməz qəhrəman. Görünməz qəhrəmandır. Sonra kim qaldı? Fidan. Fidan. Fidan həqiqətən çox perspektivli bir jurnalist kimi görürəm. Yəni, bizlə ay yarım işlədi, sonra bir ay
yoxa çıxdı. İndi yenə qayıdıb. Yəni yeganə adam idi ki, o ay yarım işləyib gedəndən sonra mən ona, yəni o sözü dedim ki, nə vaxt istəsən geri qayıda bilərsən. Və mən həqiqətən onu itirmək istəmirdim. Sağ olsun ki, bizi dəyərləndirdi, yenə qayıtdı. Və ümid edirəm ki, Fidanla bizim çox maraqlı layihələrimiz, yaxşı işlərimiz olacaq. Və mən də çalışacağam ki, sizinlə rəhbər olmaqla yanaşı həm də dost münasibətini qoruyub saxlaya bilim. Ümid edirəm ki, sizin də məndən narazılığınız yoxdur. Arada indi səs tonu qalxır, o da sırf işlə bağlı. Çünki elə bir səhv gedir ki, ortalığa. Ona bir nətərdir, qışqırmadan reaksiya vermək olmur da, yəni. Bizim videolara baxın, görürsünüz. Yəni, ona görə indi iş prosesində olmalıdır. Əsas odur, biz bir-birimizi başa düşürük. İradlarımız aydın və dəqiq olur ki, nəyi irad tuturuq və nəyi necə eləmək lazımdır. Hər halda irad tutub demirəm ki, get özün həll elə. İrad tutanda da düzəlmiş variantını da göstərirəm ki, bax bunu belə elə. Saytımıza da uzun ömür arzulayıram və mən düşünürəm ki, nə vaxtsa mən bu saytı içinizdə ən layiqli bir şəxsə tam həvalə edib, rahat nəfəs ala bilərəm, başqa işlərlə məşğul ola bilərəm. Doğma kəndimə gedib aylarla yaşaya bilərəm, Zəngilana gedə bilərəm ki, arxayın olum ki, Səfər, ya İltac, ya digəri bu işi rahat şəkildə mənsiz idarə edə biləcək. Amma hal-hazırda yay tətilində bilmirəm, nə edeyim ki, siz məni qışqırtmayasınız. Yəni, rahat bir 10 gün, heç olmasa 10 gün sayta baxmadan çıxıb gedə bilim. Əvvəlki dövrlərdə təəssüf ki, acı nəticələr olub. Mən yəni bir 10-15 gün saytdan kənarlaşan kimi reytingimiz aşağı düşüb. İndi bu yay ümid edirəm ki, siz buna imkan verməyəcəksiniz. Bu qədər. Minnətdarıq Elmət müəllim, çox sağ olun. Sən kimsən? Promo belə. Səfər Əlizadə. Və mən səni Mirzə Səfər bilirdim. Bu mənim hərf səhvləri və digər səhvlərlə bağlı belə deyək, ustalığım nəticəsində aldığım. Amma yenə də başqalarında tuturam özümdə o səhvləri edirəm. Səfər, avtosferazdakı vəzifən nədir belə deyim? Əslində müqaviləmdə yazılıb texniki işçi. Yəqin ki, safxoz müdürü falan belə bir şey nəzərdə tutulub. Amma yəqin o texniki işçi deyəndə montaj falan məsəl üçün hər şey nəzərdə tutulub. Həm montajoram, həm operatoram, həm müxbirəm. Burada sən neçə artıq işləyirsən? Keçən ilin iyunun 13-ü gəlmişəm bura. 2 ay sonra 1 ilim tamam olur. Və burada başına gələn xoş bir əhval, xoş deyək də, indi ad gündür deyə qara xəbər deməyək, xoş bir əhvalat. Burada elə də pis xatirəm yadımda qalmayıb, amma belə xoş xatirələrdən biri kimi, bu yaxınlarda deyək də olmuşdu, fevral ayında Nərminlə bir yerdə işdən çıxanda ofisin qapısını, burada etiraf edirəm, mənim bundan xəbəri yoxdur. Ofisin qapısını açıb qoyub çıxıb mən sən nə dedim? Gördün. Amma məsələ nədir? Qar yağır, donuruq. Mən krasovkadayam və kafelərin üstündə sürüşə gedirəm. Səfər, mən montajda sil Elmət mənim görməsin. Nəriminlə bir sənin əlindən asar alacaq. Nərminlə keçdiyi yolun o tərəfindən bir yarım saat 40 dəqiqə təsəvvür elə söhbət eləyə 96 gözləmişik. Birdən yadıma düşdü ki, mən qapıya ümumiyyətlə açar taxmadım da. Getdim statistika idarəsinin qabağında təzədən düşmüşəm, qayıtmışam. Yaxşı, oradan gəlmişəm. Sürüşə qayıtmışam dala ki, Nərmin mən qapımı bağlamadım. Bəs Mirzə Səfər, avtosfer üçün arzuların nədir? Olubmu? Avtosfer üçün arzuların nədir? Mən bura gələndə artıq avtosfer öz 10 yaşını tamamlamışdı. Bugün artıq mənlə bir yerdə avtosfer 11-ci uğurlu fəaliyyət dövrünü yekunlaşdırır və 12-ci ilə keçir. İstər mənlə birlikdə, istər məndən ayrı arzum ondan ibarətdir ki, avtosfer nəinki 11, növbəti qoşa məsələn 22, 33, 44. Təhləri mən dedim, cütləri səndir. 44 yaşını qeyd eləsin. Ola bilər biz yerimizi dəyişək, başqa televiziyaya, başqa sayta keçək elə, amma avtosfer bizim üçün doğmadır, bir ailə mühitidir. Nə qədər burada bir-birimizlə dalaşsaq da, nə qədər xoş xatirələrimiz, pis anlarımız, hər nə olur olsun, hər bir ailədə ola bilən bir şeydir və ümid edirəm ki, duzu biberidir bu, belə deyək. Ümid edirəm ki, bu deyək ki, anların hamısı toplanıb sonda bir ailənin uzunömürlük tablosu kimi görünə bilər. Səfər, son bir sual verəcəm. Ailə dedin qəşəng. Bəs bu ailənin bəzi simaları görünmək istəmir kamera qarşısında,
telefon qarşısında. Bunlar haqqında nə deyə bilərsiniz? Bu həm hər ailədə olur, belə deyək də. Ailə təkcə atadan, anadan, övladdan ibarət olmur. Burada həm də belə deyək, ağsaqqal və ağbirçəklər olur ki, onlar bəzən yatağında yatmalı olurlar və onlar kameralara düşməməyi seçirlər də, yəni belə desək. Ona görə də adamların bu seçimlərinə biz xoş yanaşmalıyıq. Təşəkkür edirəm Səfərcim. Salam. Salam. Kimsən sən? Fidan. Avtosferazda nə işlə məşğulsan? Jurnalist müxbir işləyirəm. Nə qədər vaxt avtosferazdasan? Dekabrdan. Keçən ilin dekabr ayı. Yəni 5 aydır. Bəli. Bu 5 ayda sənin avtosferlə bağlı hansı xatirələrin olub? Yaxşı və ya pis, fərqi yoxdur. Yaxşı və ya pis xatirələrim 2 hours later. olmayıb. Bu necə ola bilər? Düşünelim, tartışalım. Mən çox ağıllı, çox sakit bir qızam. Heç kimin xətrinə dəymirəm. Bəli. Amma yadıma düşür ki, yanvar ayında bu ofisdəki hər kəsin dilinə hav mahnısı sanmışdın. Aha, bir dənə xoş xatirə yadımdadır. Hə. Elməddin müəllimin ad gününü qeyd eləmək üçün ona sürpriz eləmişdik. Həmin sürpriz zamanında könlünün ürəyi getmişdi, yalanını uydurmuşduq. O biraz maraqlı alınmışdı, yəni. Belə bir maraqlı bir xatirə. Sənin bu deyən gülən zarafatçıl simandan sonra boş verən bütün hər şeyi avtosferlə bağlı 11 yaşı münasibəti ilə nələr demək istəyirsən? Arzuların, istəklərin? İlk növbədə təbrik edirəm. Həm Elməddin müəllimi, həm sizləri, kollektivi, əziyyət çəkən saytda və s. hər birini təbrik edirəm. Ondan sonra arzu eləyirəm ki, gələcəkdə bundan da daha tanınmış bir xəbər saytlarından birinə çevrilək. O gün olsun multimedia bölməmiz açılsın. Orada da çox gözəl videolar və aktivlik görünsün. Salam. Əleyhissalam. Kimsən? Mən Eltaz Zülfüqaroğlu. Bu saytda nə iş görürsən? Mən bu saytda həm müxbirəm, yazı yazıram, həm SMM işlərini görürəm, həm çay dəmləyirəm, həm obyekti, ofisi açıram, ofisi açıram. Belə nə oldu, Allah nə verirsə edirəm. Əsas iş olsun. Bura sənin üçün həm də bir obyektdir, yəni. Bura üçün belə deyim, obyekt kimi artıq hər səhər gəlib açıram obyekt kimi, çay dəmləyirəm, əməkdaşları gözləyirəm. Bismillah eləyib işə başlayıram. Nə qədər vaxtı burdasan Eltaz? Mən artıq dekabrdan buradayam da mən, hə? Dekabrdan neçə ay? 5-6 ay eləyir, 5-6 aydır buradayam mən artıq. Eltaz, burada başına gəlmiş ən xoş ya da ən pis hadisə də belə deyək. İstəməyim, komik bir özümə aid bir hadisə deyim. Mən dedim axı buranın SMM işində mən bilirəm. Sosial şəbəkələrdə paylaşım edirəm. Nəsə bir xəbər paylaşmalıyam. Ondan qabaq da özüm şəkil paylaşdım. Vüqar Biləcərinin şeirini yazdım şəkilə. Bu təzə olan şeydir, amma özüm gördüm. Mən sonra bu video var idi. Könülyadakı Gəncədə avtobusun içinə şey qoymuşdular. O video paylaşanda mən çaşdım. Onun xəbərinə, mətnin yazmaqla Vüqar Biləcərin şeirini yazdım. Amma sonradan düzəltdim. Heç kim görmədi belə bir hadisə başıma gəldi. Belə duzlu məzələ vaxtdan sonra avtosferlə bağlı daha fərqli nələr deyə bilərsən? Nə deyə bilərəm? Duzlu məzələ olmasın amma xahiş edirik. Bu etiraflar bizi işdən çıxartdıracaq. Elməddin müəllim saytla bağlı xəbər olmadığı mövzular bunun sayəsində öyrənəcək. Axırıncı iş günü mən 11 illik. Avtosferə arzuların nələrdir? Mən avtosfer arzularım odur ki, 11 il yox, 21, 31, 41, daha neçə illər olsun, uzun illər olsun. Reytinqlərimiz bol olsun, xəbərlərimiz oxunsun, daha bundan da yüksək yerlərə çıxaq. Və əməkdaşlara da həmçinin uğurlar arzu edirəm. İşlərində həmişə uğurlu olsunlar. Həmişə səsimiz hamımızın avtosfer ailəsi olaraq səsimiz ucadan gəlsin. Bunlar sənin çay dəmləyən kimi olan arzularındır. Bəs müxbir olaraq arzuların? Yox, bunlar müxbir olaraqdır. Çay dəmləyən olaraq arzularım odur ki, çayımız bol olsun. Əsas isti olsun. Çünki könül də bezdirir, isti çay, soyuq çay, isti imkan vermir. Təşəkkürlər Eltaz. Sağ olun, təşəkkür edirəm. Kimsən sən? Könül. Avtosferazda nə işə baxırsan? Admin. Bir dənə admin işinə görə maaş alırsan burada. Könül, utancaq adamlar kimi baş belə aşağı salsan ki, elə başqa vaxt bütün səsi buranı bürüyən adam sən deyilsən. Nə qədər vaxt avtosferdə işləyirsən? Artıq 1 ildir.
Mən keçən il bu vaxtda gəlmişdim ofisə. Bir ildə artıq Elməddin bəyin, yəni Danlağını eşidirəm. danlaq o tərəfə qalsın, yazığı xəstə eləmişəm. Şəkər xəstə. Mənim yadıma düşür ki, mən o vaxtı elə sən gələn ərəfələrdə hələ onda köhnə adminimiz buradaydı da. Mən ofisə gələndə Elməddin müəllimin saçlarının normal qaralıq var idi. Amma sonradan işə gələndə 3 ayda sən nə elədinsə o qaralıqdan əlamət qalmamışdı. Hələ də vəziyyət eynidir. Arada necə qışqırırsa o bir otaqdan bura belə səksənirəm. Elməddin bəy arzum odur ki, Allah ona bol-bol səbir versin. Bir də bol-bol. Könül, Avtosferazla bağlı hansısa gözəl xatirə qalıb ağlında, gülməli hadisə də ola bilər. Gülməli, ağlamalı qalıb. Olsun, ağlamalı deyil. Elməddin bəyin üstümə qışqırmağı. Hansı? Həyatımda heç Çünki vaxt bir dəfə olmuyor bu baxımdan. ağladığımı deyirəm. Yəni heç vaxt ümumiyyətlə kollektiv içərisində ağlamıram qətiyyən. Düzdür, özümü sığışdırmaq məsələsi deyil, amma biraz qəribə oluram da. İndi qəmli məqamı keçək. Burada başa gəlmiş ən gülməli hadisə Ən gülməli. kimisə də başına gəlmiş ola bilər. Mütləq o deyil ki, sənin başına gəlsin. Kəsəcəm onları, narahat olma da deyəsən. Düşün. Bir dəfə məhəbbətə, indi arxasınca danışmayım. Yox, bu kamera önündə danışırsan deyə üzünə demiş kimi olursan. Çox qırçı uşaq idi. Qırçı. Bir dəfə dirəşdik. Axır ki onu razı saldıq McDonald's-da kaz eləməyə. Sifariş elədik. McDonald's sifariş eləyəndən sonra onun qabını 3 ay saxlamışdı. Məqsəd nə idi? İçinə qənd girirdi. Axı ofisdə kifayət qədər qənd qabı görmüşəm mən. Niyə elə bir Hər şeydir? kəsdə var idi. O da dedi ki, bu da mənim qənd qabım. Avtosferaz üçün nələr arzulayırsan? Elməddin bəyi əsəbləşdirməmək. Onsuz biz hər zaman birincidir. Özü bilərəm, fikirləşim. A few moments later. 2 hours later. Nə bilim, bütün saytları keçməyi arzulayıram da, başqa nə arzulayıram?